Salam, hər vaxtınız xeyir olsun. Bu günləri yenə bölməyə aid deməli bir video çəkəcəm. Burada rəqəmlərimiz biraz fərqli olacaq. İlk böləndən, deməli ilk bölmə əməlindən başlayaq. 324-ü bölürük 4-ə. 4 bir rəqəmli ədəddir, yəni 4 burada bizim bölənimizdir. 324 isə bizim bölünənimizdir, əziz şagirdlər. Deməli, baxıram ki, 324-ü 4-ə böləndə 4 bir rəqəmli ədəddir. Bölünənimizin də ilk bir rəqəmini götürürük bölmək üçün. Görürük ki, 4-dən azdır. Ona görə də buradan 2-ni də köməyə götürürük. 32 4-ə bölünür 8 dəfə. 8-i 4-ə vurub, gəlib burada 32-nin altında yazırıq, 0 qalır. İndi yuxarıda 4-ü də köməyə çağırırıq, yəni aşağıya gətiririk. 4 4-ə bölünürmü? Bəli, 4 4-ə bölünür. Bir dəfə 1-i 4-ə vurub yazırıq bu 4-ün aşağısında. Deməli, aldığımız bu hissə isə adlanır qismət. Növbəti bölmə əməlinə keçək. 415-i 5-ə böləcək bir rəqəmlidir. 4-ü götürsəm az gəlir, ona görə 41-i götürürəm. 41-dən kiçik hansı ədədi 5-ə vuranda 41-dən, 41 və ya 41-dən kiçik ən yaxın, yəni 41-ə yaxın ən kiçik vuruq hasil ola bilər. 8-i vursam 5-ə 40 olar. 41-ə yaxın ən yaxın olan hasil budur. 41-dən 40 çıxıram. 1 qalır. 1 5-dən kiçik olduğu üçün yuxarıdan 5-i də gətirirəm 1-in yanına. 15 də 5-ə bölünür 3 dəfə. 3 dəfə 3-ü buradakı 5-ə vurub 15-i buradakı digər 15-in altından yazıb 0 alırıq. 83 oldu qismətimiz. 405-i 3-ə bölürəm. 3 bir rəqəmli ədəddir. 4-ü götürürəm. 4-ü 3-ə böləndə 1 dəfə 3 deməlidir. 3 gəlib 14-ün altında yazıram. 4-dən heç çıxanda 1, 0 gətirirəm yanına. Çünki 1 3-dən kiçikdir. 10 3-ə neçə dəfə bölünür? Bunu bilmək üçün nəyi 3-ə vuranda ona ən yaxın hasil alınır? Ona ən yaxın hasil almaq üçün 3-ü 3-ə vurmalıyam. Qalır 9, ondan 9 çıxanda 5, 1, daha doğrusu 5-i də gətirirəm az olduğu üçün. 15 də 3-ə bölünür. 5 dəfə, buradan yer az olduğu üçün 15-i köçürürəm. Buradakı 15-i bura 3 də 5, 15 edir. 15-in altında yazıb 0 qeyd edirəm. Gəlib çatırıq digər misala. 824-ü 4-ə bölürəm. Aha, biz burada artıq bu misalı silim. 0 yaranması halına baxacağam. Bir rəqəmli ədəddir 4, 8 bir rəqəm götürürəm. 8 4-ə bölünür 2 dəfə. 8 yazıram, burada çıxıram. 2-ni gətirirəm aşağı. 2 4-dən kiçikdir, 2 4-ə bölünmədiyi üçün 4-ü də gətirirəm. Uşaqlar, bir şeyə diqqət yetirin. Gördünüzmü? 2-ni mən 4-ə vurdum, 8 elədi. Burada çıxdım, 0 qaldı. Bir dənə bu 2-ni gətirdim aşağı. 2 4-dən kiçik olduğu üçün ikinci 4-ü də gətirdim. Buradan ikinci rəqəmi 4-ü də gətirdim aşağı. 2 rəqəmi eyni anda gətirdiyimə görə bura bir 0 əlavə edirəm. Bu bölmənin taktikası, qaydasıdır. 24-ü 4-ə böləndə edir. 6 dəfə 24, 24. Daha sonra keçək növbəti misala 5110. 5-i götürürəm, bir rəqəmli ədəddir. 5 özü də bölünür. Çıxanda 0 qalır. 1-i gətirirəm aşağı. 1 5-ə bölünmür. Digər biri də gətirirəm. 2 rəqəm eyni anda gətirdiyimə görə bura bir 0. 5-ə bölünmədə hansı ədədi 5-ə vuranda 11-ə yaxın hasil alınır? Əlbəttə ki, 2-ni. Buradan çıxanda digər 0-ı da gətirdim bura, indirdim bura. 15-ə yenə 2 dəfə bölünür. Ondan 10 çıxanda 0. Növbəti bölmə əməlimizə baxaq. 4125 bölünsün 15. Deməli, burada 15 2 rəqəmli ədəddir. Buradan 2 rəqəm götürürəm. Bir vuruğu götürsəm 15 qalacaq. Çıxanda 26-dır. 26 15-dən böyük olduğuna görə 1 daha kiçik gəldi mənə. Mən 2-ni götürəcəm. 2 dəfə 15 edir 30. Çıxanda 11 qalır. Bəli, 11 15-dən kiçikdir. İndi bura 2-ni də gətirirəm aşağı. Çünki 11 bölünmür. 15-ə 112 ən böyük vuruq kimi mən burada düşünə bilərəm. Təbii ki, 7-ni 7 dəfə 15 105 edir.
Çıxanda 12-dən 5-i, burada 2-dən 5-i çıxmaq olmur. 1-dən 1 veririk 2-yə. 12-dən 5-i çıxanda edir 7. Bu 5 qalmışdı. Burada onu da gətiririk aşağıya. Deməli, gətirdim bunu aşağıya. 75-i 15-ə böləndə edir 5 dəfə. 5 dəfə 15, 75 edir. Çıxıram, qalır 0. Növbəti bölmə əməlimizə baxaq burada. Burada rəqəmlər böyükdür. Gəlin görək bizdən nə istəyir? 2 rəqəmli ədəddir. 2 rəqəm götürürəm. 84 12-yə bölünür. 7 dəfə. 7 dəfə 12, 84 yazıram. 0. İndi yuxarıdan biri endirirəm aşağı. Bir rəqəmli ədəddir. Bölünməyəcək. İkinci biri endirirəm. 2 rəqəmə eyni anda indirdiyim üçün bir dənə 0 gətirirəm bura. 11 də 12-dən balaca olduğu üçün yenə bu 2-ni də gətirirəm bura. Üçüncü rəqəmi ard-arda heç bir bölmə əməli yerinə yetirmədən ard-arda 3 rəqəm aşağı endirdiyim üçün bura daha bir 0-ı əlavə edirəm. 112 12-yə bölünür neçə dəfə? Deməli, bölünür 9 dəfə. 9 dəfə 12 edir 108. Çıxanda qalır 4. Burada bir 8-imiz qalmışdı. 8-i də gətirirəm bura. 48 12-yə bölünür 4 dəfə. 4 dəfə 12 edir 48. Baxın, burada ikili 0 gətirmə yöntəminə baxdınız. Gəlin növbəti misallara da baxaq. Yəni 0 gətirmə halı. Deməli, burada siz 0 yanına 0 gətirmə halını görmüş oldunuz. İndi baxaq 36. Deməli 2, daha doğrusu 1, 0, 2 və yenə 0. Bölürəm 12-yə. Deməli 12 2 rəqəmli ədəddir. Buradan da 2 rəqəm götürdüm. 2 ədəd götürdüm. Daha doğrusu 2 rəqəmli ədəd götürdüm. 36 12-yə neçə dəfə bölünür? 3 dəfə. Bunları da tez-tez öyrənirik. 0 qalır. Buradan 1-i gətirirəm aşağı. 1 azdır təbii ki. 0-ı da gətirirəm yanına. 2 rəqəm eyni anda gətirdik. Hələ heç bir bölmə əməli yerinə yetirməmişəm. Ona görə bura bir 0 əlavə etdim. Buradan 2-ni də gətirdim köməyə. Çünki 12-dən balacadır. 3 rəqəmi gətirdim aşağı. Və 3 rəqəmi gətirdim və bölmə əməli hələ indi başlayacağım. Bir dənə də 0 bura əlavə etdim. 102 12-yə bölünür 8 dəfə. 8 dəfə 12 edir 96. Çıxanda qalır 6. Digər 0-ı da gətirirəm bura, qalmışdı. Onları bir-bir işarələyin ki, qoy yadınızdan çıxmasın. 60 12-yə bölünür 5 dəfə. 5 dəfə 12 60. Əgər çətinlik çəkirsinizsə, birbaşa tapmaqda bir-bir rəqəmləri qoyub tapa bilərsiniz. Məsələn, mən burada 5 qoydum. Qoymayacaqsınız. 5 bir dəfə 12 eləyir 12. 60-dan 12 çıxanda qalır 48. 48 12-dən böyük olduğu üçün deməli bir düzgün vuruq deyil. 2-ni götürəcəksiniz. 2 dəfə 12 24. 60-dan bu 60-dan 24 çıxanda qalır 36, 36 12-dən böyükdür deməli. 2 də düzgün vuruq deyir. 3 dəfə 12 36, 60-dan 36 çıxanda 24 qalır. 24 də 12-dən böyükdür deməli. 3 də düzgün vuruq deyir. 4 dəfə 12 48, 60-dan 48 çıxanda 12 qalır. 12 12-yə bərabərdir deməli. Bu da düzgün vuruq deyil və nəhayət 5 düzgün vuruqdur. Yeni başlayanlar bu cür texnikadan istifadə edə bilərlər. Deməli, biz bugün ikili 0 gətirmə, həm də bir 0 gətirmə halına baxdıq, müşahidə etdik. Gəlin yenə bir 0 gətirmə halına yenidən baxaq. Deməli, 102 və biz burada nəyi götürə bilərik? 102 götürməyək də. Deməli, buradan götürə 10. Deməli, buradan 48, 1 və 6 və 8 götürək və yaxud da 1 deməli 8 və bir dəqiqə
48 1 bölmək üçün rəqəmlər düşünürəm burada. 1 deməli 5 və 6 qoyuram 12-yə bölmək üçün. Deməli 2 rəqəmlidir. 2 rəqəm götürdüm. 48 12-yə bölünür 4 dəfə. 4 dəfə 12 48. Çıxıram. 0. Yuxarıdan 1 gətirirəm. 1 bölünmür. 5-i gətirirəm. Fikir verdiniz nə vaxt? 2 rəqəmi eyni anda gətirdim. Yəni ard-arda gətirdim. Ona görə dərhal 0 əlavə edirəm. 1 dəfə 12 12. Çıxanda 3 qaldı. 3 qaldı və 6-nı gətirdim yanına. Burada bir rəqəm var. Yanına bir rəqəmi də gətirdim 6-nı. Bu zaman heç bir 0 əlavə olunmur. Nə vaxt 0 əlavə olunur? Hansı ki, mən bura bir rəqəm, yəni bu 1-i endirdim aşağı. Bu bəs eləmədi. 5-i də endirdim eyni zamanda. Birlikdə eyni anda 2 rəqəm endirdim aşağı. O zaman bu 0 yazılır bura. Diqqətli olun uşaqlar. Mütləq şəkildə diqqətli olun. O zaman 0 əlavə edirəm bura. İndi bax bura 6-nı gətirdim aşağı. Gətirsəm belə burada 3 var idi. Bir dənə rəqəm var idi. Yəni buradan çıxıb 3 qalmışdı. Burada isə 0 qalmışdı. Mənə 0 lazım deyildi. Hər hansı bir rəqəm qalsaydı o zaman 1-i köməyə gətirsəydim. Bəli, yəni bölünsəydi 12-yə o zaman 0-ı yazmazdım. 36 da 12-yə bölünür. 3 dəfə 0. Bu qədər uşaqlar. Hər hansı bir sualınız qalsa yenidən verə bilərsiniz.